the precious teacher who made our student years unforgettable. Şübhəsiz ki, hər bir tələbənin həyatında onun tələbəlik illərinə rəng qatan, geriyə baxdıqda yalnız xoş xatirələrlə xatırlayacağı bir sevimli müəllim mütləq olur. Sevda müəllimə bizə yalnız ingilis dili öyrətmirdi. O eyni zamanda bizimlə dostlaşmağı bacarmışdı. Sevda müəllimə bizə dürüstlük öyrətdi. İndiki kimi yadımdadır. 1-ci kollegium həftəsi idi. Müəllim bizə vərəqləri paylayandan sonra dedi: "Mən sizdən telefonları yığmayacağam. Mən sizdən dəftər, kitabları götürməyəcəm." Mən müəllimə sual verdim. "Müəllim, bəs fikirləşmirsiniz ki, biz telefondan baxacağıq, kitablardan baxacağıq və kollegium yazmış olacağıq?" Müəllim öncə gülümsədi, sonra dedi: "Mən tələbələrimdən belə bir şey gözləmirəm." Əslində tələbə köçürə bilərdi və onun əlində imkan var idi. Lakin əsas məsələ müəllimin ona olan güvəni, müəllimin ona aşladığı dürüstlük idi. Müəllim dedi: "Mən tələbələrimə elə bir dürüstlük aşlayıram ki, onlar qarşısında istənilən dəftər, istənilən cavab olsa belə baxmayacaqlar." Sevda müəllim bizim üçün çox dəyərlidir. Yaxşı ki, bizim tələbəlik illərimizi gözəlləşdirdiniz. Biz sizi çox sevirik. Hər şey üçün təşəkkürlər. Əziz müəllim Sevda müəllimə, sizinlə keçirdiyimiz hər dərs, hər an bizim üçün çox dəyərli idi. Siz sadəcə bizə ingilis dili öyrədən bir müəllim olmadınız. Həmçinin eyni zamanda bizi dəstəkləyən, motivasiya edən və anlayan bir insan oldunuz. Mehribanlığınız və səmiyyətiniz sayəsində dərslərimiz həmişə bizim üçün çox dəyərli və maraqlı olub. Bəzən bir müəllim tələbənin yaddaşında sadəcə bir müəllim kimi qalır. Lakin siz bizim qəlbimizdə çox böyük bir yer qazandınız. Sizin xoş münasibətiniz, gülüşünüz və bizə verdiyiniz dəyər heç vaxt unudulmayacaq. Bugün sizinlə sağollaşmaq bizim üçün çətin olsa da, lakin sizdən öyrəndiyimiz bilik və sizinlə keçirdiyimiz xoş xatirələr daim bizimlə qalacaq. Sizə həyatınızın hər mərhələsində uğur, sevinç, xoş günlər və can sağlığı arzu edirəm. Yaxşı ki, bizim müəlliməmiz oldunuz Sevda müəllimə. Nə yaxşı ki, sizin kimi müəlliməmiz oldu. Nə yaxşı ki, sizi tanıdıq. Mən düşünürəm ki, gələn semestr sizin tələbəniz olacaq tələbələr çox şanslıdırlar. Çünki sizin kimi müəllimələr olacaq. Və nə yaxşı ki, biz də o tələbələr qədər şanslı olduq. Sizin kimi müəllimi tanıdıq. Əziz Sevda müəlliməmiz, siz bizə təkcə ingilis dilini öyrətmədiniz, özümüzü inamla ifadə etməyi də öyrətdiniz. Biz özümüzü şübhə etdikdə belə siz bizə inanırdınız. Səhv elədiyimiz zaman bizi həmişə yenidən cəhd eləməyə həvəsləndirirdiniz. Siz bizə danışıq, yazı, oxu dinləmə bacarıqlarımızı da inkişaf etdirməyə kömək etdiniz. Bizi təkcə imtahanlara deyil, həyata daha hazırladığınız üçün sizə təşəkkür edirik. Sizin kimi zəhmətkeş və ilham verici bir müəllimdən dərs aldığımız üçün də ayrıca şanslıyıq. Dərslərimizdə öyrəndiyimiz dialoqları, esseləri, təqdimatları, açıq dərsləri həmişə xoş xatırlayacağıq. Yaxşı ki varsınız, yaxşı ki bizim müəllimimizsiniz. Bizə 2 semestr boyu dərs keçən, qəlbimizdə silinməz izlər buraxan, çox əyləncəli vaxt keçirdiyimiz Sevda müəllimə haqqında danışmaq istəyirəm. Sevda müəllimənin yeri bizim üçün çox başqadır. Yəni abituriyent vaxtından hal-hazırda olan digər müəllimlərdən də, yəni yeri əvəz olunmaz bir müəllim varsa da, onlardan biri Sevda müəllimədir. Sevda müəllimə bizə dərslərlə yanaşı eyni zamanda çox şey öyrətdi. Yəni nə qədər danışsaq, nə qədər xoş sözlər desək də yenə də azdır. Yəni onu çox sevirik. Əvvəlcə onu demək istəyirəm ki, Sevda müəllimə bizim ən sevimli, ən dəyərli, ən əziz müəllimələrimizdən biridir. O 2 semestr ərzində bizə ingilis dilini ən yüksək səviyyədə öyrətdi. Məsələn, əvvəllər bilmədiyimiz sözlərin tələffüzünün qaydaları bizə daha yaxşı öyrətdi və məncə bunda bacardı. Və ən çox da danışığımızı inkişaf etdirdi, hansı ki, məktəb vaxtı danışığımız belə qəşəng deyildi. Amma bu semestrin sonu artıq fərqinə varmışam ki, danışığımda xeyli inkişaf var. Məncə bu Sevda müəllimənin ən əsasda mehribanlığı, səmimilik sayəsində bizim hamımıza diqqətli yanaşma sayəsində olub. Və buna görə Sevda müəlliməyə çox təşəkkür edirəm. Yaxşı ki, onu tanımışıq, yaxşı ki, bizə dərs keçib. Əziz və dəyərli Sevda müəlliməmizə buradan öz təşəkkürlərimi bildirirəm. 1-ci kursun həm 1-ci semestri, həm də 2-ci semestr düşünürəm ki, xeyli bilik və bacarıqları yiyələndi və bunların hamısı Sevda müəllimə sayəsində olduğunu düşünürəm. Yəni düşünürəm demək də azdır. Həqiqətən müəlliməmiz sayəsində bir çox sözlər öyrəndim. Hətta məktəbdə, hazırlıqda bilmədiyim yeni sözlərlə artıq universitetdə tanış oldum. Cümlə qurmaqda çətinliklər çəkirdim müəyyən dərəcədə və bu çətinliklərin artıq aradan qalxdığını və artıq cümlə qura bildiyimin fərqindəyəm. Bir
növ burada bilik, savaddan əlavə həm də gələcəkdə şagirdlərimizlə necə rəftar etmək, onları dərsə necə sövq etmək lazımdır. Bunlar haqqında da müəyyən dərəcədə, yəni öyrəndiyimizi düşünürəm və bunların hamısı bir növ müəlliməmizin bizə olan rəftarından irəli gəlir. Yəni bizə mehriban, anlayışlı, yəni yanaşdığı üçün buradan ona çox təşəkkür edirəm. Çox sağ olun bizim dəyərli müəllimimiz. İnşallah biz də gələcəkdə sizin kimi anlayışlı, diqqətcil və şagirdlərin marağını cəlb eləyə bilən bir müəllim olarıq. Təşəkkürümü bildirirəm buradan.